Amma işin içərisinə həm də pornoqrafiya girir. Ki biz bilirik ki, porno industriya həm də insanları cinsi cəhətdən zəiflədir, ondan asılı qalır. Yəni pornodan asılı qalan və ya masturbasiyadan asılı qalan adamın cinsi həyatı o qədər də belə rəngarəng olmur və ya partnyoru ilə o münasibətləri onsuz da yaşamayacaq. Çünki artıq başqa bir obyekti görür və başqa obyektdən də həzzini alır. Cinsel terapiyada axırdan önə doğru gedəcəm. Cinsel terapiyada bizdə seanslar, yəni 6, 12, 18 seansa qədər gedir çift terapisi. Erkən boşalma ilə vaqinizmlə əlaqədar misallar çəkəcəm. İcazəli misallardır. Yəni gələn pasiyentlərin əlbəttə ki, bu problemi çözüb nəticəyə gəldiyim üçün çox sevinirəm. Primitiv misallar. Çox əla münasibətləri var. Cinsəlliyə və yaxud da birləşməyə istək yarananda alınmır. Yəni çox fikirləşirlər, tətillərə gedirlər, terapiyalara gedirlər. Uğramadıqları həkim qapısı qalmayıb. O qədər sadə bir şeydir ki, yəni desəm, ümid edirəm ki, ikiniz də bəylər olaraq güləcəksiniz. Yox, ikisi də möhtəşəm cütlük idi, həqiqətən. Hə. Mən tabuları, biz cinsəllikdən danışırıq deyib tabuları yığışdırıram. Alt geyimin üzərində olan multfilm şəkli imkan vermirdi ki, bunlar cinsi əlaqəyə girsinlər. Yəni, nəyə görə? Vaqinizmin yaranma prinsiplərindən biridir. Xanımla danışanda fərqinə vardım ki, niyə? Özünü bir növ pedofil kimi hiss eləyirmiş. Yəni, ilk öncə o şəkli görəndə uşaq, nə bilim, orada iqruşka ki, mən kiməm, mən niyə bu münasibətə girməliyəm?